Bakının Binəqədi rayonu 6-cı mikrorayon ərazisində istifadəyə yararsız 27 saylı poliklinikada yanğın hadisəsi baş vermişdi. BTV Xəbər yanğının ilk dəqiqələrindən hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını demək olar ki, nəzarət altına alıblar. Hazırda deməli, Nazirliyin əməkdaşları tərəfindən yanğının tam nəzarətə alınması istiqamətində zəruri tədbirlər görülür. Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis əməkdaşları və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin xilas etmə qüvvələri və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür. Demək olar ki, yanğın nəzarət altına alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının tam mərkəzində, yanğının baş verdiyi binanın tam içində təhlükəsizlik tədbirlərini həyata keçirdirlər və yanğının söndürülməsini təmin edirlər. BTV Xəbər olaraq hadisə yerindən ən son məlumatları sizə çatdırmağa davam edəcəyik.